bir şey soruşmaq istəyirəm ki, hər kəs özü motivasiyasını özü qoruya bilir. Siz necə qoruyursunuz? Bu biznesə başlayanda hamımız bilir ki, nəyə lazımdır, sənmi Kənar bacaracaqsan, təsirlər o olur. şəxs sənmi, kənar təsirlərimiz həddən artıq çoxdur. İstərsiniz biraz istəməyənlər də çox olur. Və onu da demək istəyirəm ki, oxşar layihələr də çox olur. Özümüzünküsünü necə fərqləndirək deyə bir fikirlər də olur ağlımızda. Yəni sizin motivasiyanızı güclü saxlayan nə idi? Necə motivasiyanızı əgər azalırsa çoxalda bilirdiniz? Hansı əməllər edirdiniz? Çox qəşəng sualdır. Əslində müəyyən dövrlərdə pəs etmək istəmişəm. Yəni demişəm ki, mən bu sektordan çıxacağam da, mən işləyə bilmirəm. İş çox ağır işdir. Yəni özünü tanıtmaq və o müəyyən bir səviyyədə saxlamaq çox çətindir də. Müəyyən dövrlərdə hətta mən sizə deyim ki, mən öz biznesimi dondurmuşam. Zaman olubdu. Qayıtmışam stabil gəlir gətirən bir sektora. Mən elə bank sektorunda işləyə biznesimi qurmuşdum. Müəyyən bir dövr var idi ki, mən hətta dondurdum öz biznesimi. Keçdim böyük bir banklardan birinə. Kifayət qədər böyük əmək haqqına və yeni bir challenge idi mənim üçün. Yeni bir sahə idi, nə isə qurmaq, yaratmaq. Amma elə bir ki, həmişə içimdə nəsə belə bir boşluq yaranırdı da. Niyə yarımçıq qaldınız? Niyə mən bunu yarımçıq qoydum? Və heç cürə başa düşə bilmirdim ki, mən niyə bunu yarımçıq qoydum? İşim gedirdi. Əslində mən heç bir kənar sözlərə qulaq asan adam deyiləm. Yəni ki, nə üçün bunu qurdun? Məsələn, istər ailə, istər cəmiyyət, istər dostlarım hansı ki şikayət edirdilər ki, səni görmək olmur, səninlə nə toya getmirsən, yasa getmirsən, bu nə işdirsə, mən tam səmimidim. Heç kəsin sözünə qulaq asmırdım da. Çünki içimdə bir boşluq var idi. O boşluğu mən nəylə doldururdum? Mən gedirdim, təlim deyirdim və yaxud kimin üçünsə biznes qurmaqda dəstəyi olurdum. İnanın mənə, mən olub ki, məsələn, tutaq ki, gecə minmişəm maşına getmişəm, hansısa bir rayona, bir sahibkarla görüşmüşəm, səhər saat 9-da gəlmişəm işə. O dərəcədə məndə bu işə belə böyük bir sevgi var idi və o içimdəki o boşluq mənə imkan vermirdi. Müəyyən dövrdən sonra mən başladım yenə bunu paralel yürütməyə. Yəni bilmirəm, mənim motivasiyamı güclü saxlayan bəlkə də özümü reallaşdırmanı ancaq yəni öz biznesimdə görürəm. Bəli, Başqa heç nədə görə bilmirəm. Yəni burada hətta motivasiya pul deyil də. Burada motivasiya bilirsiz nədir? Məsələn, kiməsə bilik verirsən, kimisə öyrədirsən. Sonra zaman gəlir, məsələn, bir də görürsən ki, hardasa bir yerdəsən, kimsə yaxınlaşır sənə deyir ki, müəllimə salam, necəsiz? Tanımadınız məni. İnanın ki, bəzən elə vaxt olur ki, heç adları yadımda qalmır da.